İnsan ruhunda bir ağalıq olmalıdır, ləyaqət olmalıdır, bir şərafət olmalıdır. Ümumiyyətlə, yaxşıdır ki, adam nəyisə özünə sığışdırmasın. Sənin bir çəkin var, şənin var, sən çox qiymətlisən. Özünə dəyər ver, nəyisə özünə sığışdırma. Hər davranışı, hər alçaqlığı özünə rəva bilmə. İctimai münasibətlərdə belə biri ilə rəqibsən, qəbul eləmirsən fikrini, çox yaxşı. Amma hər alçaq vasitədən istifadə edib onu əzmə. Özünə yaraşdırma, kişiliyinə, mənliyinə yaraşdırma. Hər hansı vasitə ilə yaşayasan ki, tək mənim sözüm qəbul edilsin, iftira yaxasan, yalan deyəsən, bu insan kişiliyinə, mərdliyinə, şəxsiyyətinə yaraşmayan yanaşma tərzidir. Və sənin insanlığın, sənin qiymətin, dəyərin bu harda qaldı? Yəni hər şeyi özünə rəva biləcəksənmi? Öz dəyərini bil, öz qiymətini bil, öz dəyərini qoru, art.